balansını qorumaq üçün istəyirəm Sevinç xanıma söz verim. Gənc millət vəkilimiz. Hörmətli sərişimizin millət vəkillərini və iştirak edən bütün müəllimlərimizi, digər iştirakçıları salamlayaraq və o bizim istədiyimizi bizim çox dəyərli millət vəkilimiz Nizami Cəfərov Türk dili və Türk əlifbası haqda o qədər geniş danışdı. Bundan sonra nəsə də Nizami o qədər geniş dil haqda, ortaq əlifba haqda o qədər geniş danışdı ki, nəsə əlavə eləmək də yeri yoxdur, belə deyil. Ancaq ki, Türk bağımlılığı olaraq bizlər, Türk ölkələrdə olaraq, istər Türkistanda, istər Qazaxstanda bu sahədə işlərin aparılması barədə onların da alimləri məlumatlar verir və bugünkü gün artıq o Türk dünyasının böyüklüyü və burada təmsil olan xalqların arasında əlaqələrin genişləndirilməsi üçün ortaq ilim və ortaq əlifbanın qəbul edilməsi artıq tarixi zəruriyyətdən irəli gələn bir məsələdir və mənə elə gəlir ki, bunda son sözü və daha da bu işlərin son sözü alimlərimiz deyəcəkdir.